Mete Beyaz mən qurtarıcım, öyle söylərəm. O məni tutdu, ayağa qaldırdı, o məni sırtladı. Ve 2 ayda ona sarılmışam ve oyla yaşayıram. Her dəfə qızın anası atası səmrə gəlsinlər İstanbul evə deyirəm ki, yuh vurma. Mən hələ özümə gəlməmişəm ama getməsin. Bilirsən gəlinə deyirəm, deyirəm ikincisini de dünyaya gətirib bunu ver get. Hayır. Oldu, mənim hatam bir oyuncaq almışdı. Türkler demişken pembe renkte. Bir tane de gri tapuçka almıştı. Ve ben o sırada tapuçkamı giydirdim. Çünkü o hala birlikte vəziyyət laf ağırlaşdı, heç nə getmədik. Amma huşu başında olanda 2 cür almışdı hər şey. O çox istəyirdi ki, oğlunun oğlu olsun. Nəvə. Dedim ki, ay kişi, sənin nəvələrin var da 2 dənə qızdan nəvə deyir. Öz nəvəmi istəyirəm. Oğul nəvəmi istəyirəm. Mətə mənim üçün dünyaya qapı açdı, Mətə mənim üçün hər şeydir. Ay kana getdim, ay konsert verdim, ay pul qazandım, ay nə bilim. O mənim üçün başqa dünyadır. Belə hisslər yaşamamışdım öz oğlumda. İndi elə bir anayam mən. Ya da nənəyəm mən. Bibi qoymayacağım mən üçün, röyə düşsün mən.